Salam əziz izləyicilərim. Bugün sizi öz həyət evimizə qonaq aparıram. Burada rayonun təmiz havası, sərin kölgəsi və uşaqların şən gülüşü var. Həyətin gözəlliyi ilə birlikdə samavarımızı da dəmləyəcəyik. Əvvəlcə samavarımızı hazırlayırıq, kömürlər yandırılır, su qaynamağa qoyulur. Uşaqlar da maraqla samavarın yanına toplaşıb baxırlar. Samavar dəmlənənə qədər uşaqlar bağa tərəf qaçırlar. Bağdan qarpız dərmək istəyirlər. Qarpız böyük və ağırdır. Amma uşaqlar güclərini birləşdirib üçü də birlikdə dartıb çıxardırlar. Gülü, şənlik, sevinclə qarpızı gətirirlər. Bilirsiniz, bu qarpızı çıxarmaq onlara necə maraqlı idi? Hər birinin gülüşləri bir-birinə qarışıb. Və hətta istəyirlər ki, özləri qarpızı dilimləyib yesinlər. Stola yaxınlaşdırırlar. Qarpızı kəsirlər, hamı ətrafına yığılır. Qırmızı, şirin qarpız dilim-dilim bölünür. Uşaqlar da həvəslə yeyirlər. Yay günün ən gözəl neməti budur. Uşaqlar öz aralarında zarafat edə-edə danışırlar, gülürlər və qarpızı bitirənə qədər yeyirlər. Sonra uşaqlar bağın içində gəzib alma ağacına yaxınlaşırlar. Hərəsi bir dənə təzə şirəli alma dərib yeyir. Ağacın kölgəsində oturub həm söhbət edir, həm də təbiətin ləzzətini duyurlar. Alma dişlənəndə səsi yayılır. Xırç, xırç. Onların şən gülüşü bütün bağda əks-səda verir. Burada sanki vaxt dayanır. Təbiətin gözəlliyi, uşaqların saflığı və təzə dərilmiş meyvənin dadı birləşir. Bu səhnə bizə uşaqlığın sadəliyini və kənd həyətinin gözəlliyini hiss etdirir. Onlar söhbət edə-edə bağda gəzərkən təbiətin başqa bir neməti ilə qarşılaşırıq. Yetişmiş boranı, günəşin altında par-par parıldayan boranı, bağın bərəkətini göstərir. Çox keçmir ki, çayın ətri bütün həyəti bürüyür. Samavarımız hazırlaşır qaynamağa. Bu arada demək istəyirəm ki, bağımızın gözəl nemətlərindən olan yarpız və nanədən istifadə edərək çayımızı dəmə qoyuruq. Çayın ətri bütün həyəti bürüyür. İnanılmaz ətri var. Samavarın qaynayan səsi bütün həyətə yayılır və ətrafına gözəl bir ab-hava gətirir. Onu da qeyd edim ki, müxtəlif dadlı şirniyyatlarla süfrəmizi bəzəyirik. Süfrəmizi bəzəyəndən sonra çayımızı süzməyə başlayırıq. Çaylar stəkanlara süzülür, yanında qənd, mürəbbə, biraz da bağdan dərdiyimiz meyvələr və beləcə əsl kənd samavar çayı hazır olur. Tortumuz dilimlənir, süfrəyə təqdim edilir. Uşaqların hər biri xoşbəxtdir, çünki bu tortun dadı qədər uşaqların gülüşü də şirindir. Hamı bir yerdə oturub şən söhbətlərlə çay içir. Bağın nemətləri, uşaqların gülüşü və samavar çayı həyət